14 ilin sonsuzluğa son koyduk. Benim güzel hemlem bugün çok hoşbaxtı, çok sevinir ve bugün 15 haftaya çatmışıq. Kızımız yumurtalık polikistos sindromundan əziyyət çəkirdi. Hormonal problemiydi. Folikullar yetişib partlamırdı. Sonra müalicədən sonra folikul başladı yetişməyə partlamaq, amma həmləlik baş vermirdi. Sonra kızımıza PRP müalicəni təyin elədik və ondan sonra folikul başladı yetişməyə partlamaq. Vurgulamak isterim ki ara ilə 3-4 ilə yaxın bizim müalicəmiz gedib. Müalicəmiz çox uzun gedib. Və bir gün kızımız geldi testlə, həmləlik təsdiqləndi, qan göstərdi və həmləliyimiz çox çətin başladı keçməyə. Kızımız yataq rejimindəydi. Ona görə ilk dəfə biz çəkilişimizi eləyirik. Biraz hər şey normaya düşəndən sonra hal-hazırda rahatıq. Bu bizim balacamızdır. 14 ilin həsrətinə son. Balacamız şükürlər olsun hər şey yaxşıdır. Dünyanın en güzel melodiyası. Müsbətdir, hər şey yaxşıdır. Balacamız oynayır. Ellərini də qaldırıb yuxarıdır. Salamlar deyir bizə. Hər şey yaxşıdır. Sizi təbrik edirəm. İnşallah axıra kimi çataq. İnşallah. Çok sağ olun. Allah razı olsun. Allah sizin köməyiniz olsun. Sizin sayenizdə hamile kaldım. Allah köməyiniz olsun. Təbriklər. Allah hamısına qismət eləsin. Hamısı belə sevinsinlər. Əlbəttə heç kimdə 14 il olmasın. Bütün qızlar belə sevinsinlər. Sevinç göz yaşları olsun və bütün evlərdən körpə səsi gəlsin. Sizə də qismət.